Bu fiqurun sahəsini tapanda bizdən təbii ki, içəridəki hissənin sahəsini soruşur. Daha rahat tapmağınız üçün kənarda gördüyünüz bu 4 dənəsi var. Baxın, biri bu, biri bu, biri bu, bir də bu. Bu dördünü birləşdirəndə sizə bir dairə verir. Dairənin sahəsi pi r kvadratıdır. Pi-ni 3 götürək, radiusu görək nə qədərdir. Bunları birləşdirəndə bunun mərkəz nöqtəsi elə bu nöqtə olur. Mərkəzdən istənilən bir tərəfə olan bunun radiusudur. O da 2 kvadrata düşür. Demək ki, r 2 imiş. Yəni 2-nin kvadratı. 2-nin kvadratı 4 olar, 3-ə vuranda olar 12. Demək ki, kənarda gördüyümüz hissələrin sahəsi 12-dir. İçəridəki hissələrin sahələrini tapaq. Bu bir üçbucaqdır. Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsi katetləri hasilinin yarısıdır. 2 buradır, 3 buradır. 2 vur 3 6, yarısı 3 edər. Əgər ora 3-dürsə, sağ tərəfdə gördüyünüz düzbucaqlı üçbucaq da bunun eynisidir. O da 3 olacaq. Sağ yuxarı tərəfdə gördüyünüz balaca düzbucaqlı üçbucaqda bura 1, bura 3-dürsə, sahəsini tapanda 1 vur 3, 3, yarısı 1/5 olacaq. Bura 1/5-dirsə, sol aşağı tərəfdəki də onun eynisidir. Deməli, burada 1/5-dir. İkisi bir yerdə bizə 3 verir. Bunları yazaq hələ. Dairənin sahəsi 12-dir. Plus. Bu üçbucaqların sahəsi 3 plus 3 6-dır. Bu üçbucaqların sahəsi 1/5, 1/5, 3-dür. Digərlərini isə tək-tək saymaq lazımdır. 1, 2, 3, 4, 5, 6, yox, 6-sı yoxdur. 5, 6, 7, 8, 9, 10, 11. Yəni 2, 2, 2. Yəni 8 dənəsi kənardadır. 3 dənəsi də içəridədir. Bu da bizə verir 11 dənə. Plus 11. Toplayanda 32 eləyəcək.